Məcnun dəvəyə minmişdi, Leylinin yanına gedirdi deyir. Bəzi şeylər var, olmayıb, düzəldiblər, amma hikmət üçün düzəldiblər, ibrət üçün düzəldiblər. İbrət üçün düzəldiblər. Deyir, minib dəvəyə gedir Leyliyə tərəf. 2 günlük yol var Leylinin şəhərinə. Dəvəsi də balasından ayrılıb, dəvəsində fikri qalıb balasının yanında. Yazır ki, dəvə 2 addım gedir, qayıdır, çünki balasını sevir. Məcnun onu vurur, qamçılayır ki, gedir, biraz yenə qalır. Deyir ki, məsələn, yazır ki, 2 günlük yolu illərlə gedib çıxamır. Bir addım qabağa, axırda deyib, düşür dəvədən yerə. Deyir, o, alınmayacaq bizim işimiz. Çünki ikimiz də aşiqik. İkimiz də aşiqik. Sən öz eşqimə tərəf istəyirsən, hərəkət edəsən. Mən öz eşqimə tərəf. Ayrılmalıyam mən səndən. Mən ayrılmalıyam səndən, özüm getməliyəm. Nəfs libasını soyunmaq lazımdır ki, hərəkətə mane olmasın. Bu ikiləşmə kəsrətdir. Kəsrət çoxluq deməkdir. İkiləşmə varsa, üçləşmə var, 4 var, 5 var, çoxluq var. Çoxluq içində itib batmaq var. İnsan çoxluq üçün yaranmayıb, insan vəhdət üçün yaranıb. Vəhdət yəni bir, insan bir üçün yaranıb, bir hədəf üçün. İnsanın bütün vücudu birə hesablanıb, çoxa yox. Çoxa hesablanmayıb.